Ulu Tanrı'nın adıyla. Benim köynəyimin düyməsini açmaz. Allah sənə insaf versin. İnavamını da qınamıram. Qədim bayramlıq verərdi mənim nənəm. Görərdim 2 uşağa yatsı bayramlıq verərdi. Görərdim bir 6-7 uşaq gəlib həyət qapısına, görərdim bala-bala azarlardı onları. Yox, Allah İnsanoğlu sadık dolan özündən müvazib ol. Bir məclisdə danışanda sözündən müvazib ol. Bir kəslə dostluq etsən, sənlə peyman bağlasa, haqqa məclis. Dost namusu ana-bacı gözündən müvazib ol. Tamahkarlar bu dünyanı istər yığa qucağa. Öləndə ya çöl bacada, ya da düşər ocağa. Əl uzatma bir nabələk köhnə qalmış ocağa. Kül altında gizli qala közündən müvazib. Aşıq Sirus'dən düşəcək kirpi yuva qaşıva. Bina qursan boş şəssəyi qatqı vermə daşıva. Qardaşdan da ətləs alma bir gün çalar başıva. Öz əynində ucuz parça bezindən şişi gərək öz ayağının üstündə ola. Deməli bu günləri 1392-ci ilin 11-ci ayın 24-də Pəncşənbə günündə gözəl bəyimiz Abehruzun toyudur. Bu toyu onun özünün atasının fərq famil hamısına təbrik deyirik. Allah elin keyfi saz eləsin. Allah'ın da olsun, elin keyfi saz olsa, aşığın keyfi dünəndən pistil olacaqdır. Deməli oxuyanlar, birinci ustadım Aşıq Məhəmməd Mərzanaqan, mənim canım, ciyərim, sənətdə bir zəhmət çəkən insan, yəni cavan sinni ilə böyük sənətə malik olan insan. İkinci oxuyan Aşıq Sirus Kəyani, Balabanda işləyir, gene Ahmet'di, özünün yoldaşlarının sağlığına Ağayi Abbas Xakipur, Qavalda Ağayi Əhməd Ağa İsmail, Filmbərdar Ağayi Rəzmi, Ağayi Rəzmi. Oxuyaq gene qonaqları çalır.
yaxşı adam yaxşılığı itirməz. Doğrudan da qədim kişilər, babalar deyib, yaxşı insana bir qədəm geçsən, 10 qədəm gələcək. Amma əlin hörmətini ələ bağışlar. Mərd adam göz tihməz dünya malına, namərd qeyrətini pula bağışlar. Qəzəbindən qəhr eyləyib, eli gözlə, gözləsən. Öz canımı vermə suya, seli gözlə, gözləsən. İblis ilə yoldaş olma, nəfsinə qadağa ver, başına bəla gətirər, dili gözlə, gözləsən. Baxtın tutsa zər gətirər, sən olarsan baxtiyar, xoş o kişini alma ki, baxtı yaxşı gətirər. Vara, dövlətə, sərvətə heç bir bağı deyil. Kişinin yaxşı iqbalı, yaxşı səxavəti lazımdır. Şair belə yazır. Baxtın tutsa zər gətirər, sən olarsan baxtiyar. Yaxşı yaman nə iş tutsan, söylənər diyar-diyar. Hökmündə aləm işlənər, əldə varkən ixtiyar. Öz xalqıva hörmət eylə, eli gözlə, gözləsən. Səs eləmə, qulaq. Mərifətli söyləsin dillər səni. Qoy öyrənsin, əzbər etsin, bülbüllər, güllər səni. Adın əmir miskinni sən böyütmüş ellər səni. Qədir bil, əmək itirmə, vəli, gözlə gözləsən. Amma görə xəstə Bayram Əli, dostluq haqqından yenə necə gileylənir? Səs eləyə gəl yoxma. Deyir, qartalın duruşu vüqardı dağa. Şair burada bir nəzirə və bir misal vurur. Böyük kişilər, düşünən kişilər hansı mahalda, hansı ölkədə olur olsun, oranın vüqarıdır, şöhrədir. Qartalın duruşu vüqardı dağa, pərvanə müştaqdır oda yanmağa, sevçələrdən mini tökülsə bağa, bülbül öz qanını məhkişi həmişə sözün deyəcək, qədimdən deyiblər. Yalan ayaq tutar, yeriməz, düz ayaq tutar. Biraz bevaxtı olar, amma 7 dağda aşar. Görək sonu necə bağlayır.
Başı çox dəyibdi əhlət daşına haşa məclis. Adam var töhmətli, elin başına adam var ömrünü elə bağışlar. Sabri bəyin atasının dilincən qonaqlarımıza xoş gəldin deyək. Allah toyumuzu mübarək eləsin. Belə qulaq assas, elə bir həftələ burada ayağa. Sənə qonaq, yeyib çağacaq. Əzəblim yeymağımızı yedirsən, qoyaq. Gəlin sizə sevləyim. Dalda işlər tamam üz olub indi. Haşa məclis, ağsaqqallar güzəşt eləsin. Əyri biri olardı, hamı tanırdı, hər mahalda minə 100 olub indi. 1000 nəfərin haşa məclis yüzü əyridir. Şair şeirini yazıb və deməlidir, biz türk xalqıyıq, türk millətiyik. Bizim qanımızda biraz istilik olmaq gərəkdir. Bunu yadımızda gərək saxlayaq. Bəzi işlər var bizim əslən vücudumuza yaraşmır. Zamana olubdur kələyin tacı, danır qardaşını istəkli bacı. Qızlar papaq qoyub model qeygacı, oğlan qaşaldırıb qız olur. Biz kimi? Gəlin zatımızı tanıyaq, gəlin kökümüzü tanıyaq, anamızı tanıyaq. Bunları bilmək lazımdır, amma şair o birisi belə yazır.
Kişinin dediği sözler. O aksaqqallar bilir mən nə deyirəm. Keçmişlərdə görürdün ki, bir aksaqqal 20 ildir bir kəlmə ilə bir kəndi bir mahalı zəmanət eləyib dolandırır. İndi gedirsən banca bir vamı izdivaca 50 milyonluq qabağıl aparsan qəbul eləmirlər. Etibar, etimad nə qədər azalıbdır. Hanı kişinin dediği sözlər? Hanı o doğrular, hanı o düzlər? Etib xatı hörmət qədim ki izlər, isti qanlar dönüb qardaş buz olur. Çalış pis əlinə keçməsin yaxan, səni pis tanırlar dövrədən baxan. O demirə, pis adam sənin yaxanından yapışıcı, ay qədəsə səbəb. Pis adam sənin yaxanından yapışıb sürüyəcəkdir, onu demir. Deyir, gəzdiğin adamı tanı, yoldaşı tanı. Səhər deməsinlər, filənkəslə qoşuldu filənkəslə. Adam var, paşa məclisə varid olanda hamı kip oturar. Deyər, ona yer verməyin, qayısın geçsin. Adam da var, qapıdan girəndə deyərlər, filənkəsin oğludur. Pizzətdə ona yer verin olsun. Hanı məhkişinin dediği sözlər? Hanı o doğrular, hanı o düzlər? İtib xatı hörmət. Bu işlər qədimki izlər. İsti qanlar dönür, buz olur. Çalış pis əlinə keçməsin yaxan. Səni pis tanırlar dövrədən baxan. Bir günlə zülmünə min evlər yıxan, qolu gücdən düşüb, cüz olub indi. O zamanki asır kəsirdi. Bəli, əlinin altındakı insanlara yaxşılıq eləmirdi. Bir gün qol gücdən düşüb, namazın səhvinin qabağında durur. Düz olmuşam. Olmaz, vaxtında işi gərək görəsən. Könül uyma nanəcibin pelinə, adət verib hərzə sözü dilinə. Burada bir məsələ var, siz Allah qulaq asın. Bir də ixtiyarı vermə arvad əlinə, arvad əli olub, köz olub deyildi. İndiki alim oxuyrankəhdir və cəmvətdir, ələl sədaqəl məlum, sədaq yanı məhriyyə. Yəni oldun o dəqiqədən boşlu, uzun danışsan da adı qatırsan, məlim dəqiq. Çörək yersən. Ama görə, şair o birisi necə deyir? Yazıbsan, ay aşıq Sirus. Olmaz sözləri var, tay aşıq Sirus. De kimdən alıbsan, pay aşıq Sirus. Sinəm min xəzinə söz olub. Ay bəy dədəs, başıva dolanıb. Əluqa şeysan bitib var, qonaqlara bir xoş gəldin. Deyə, bir məhləsi bir qızdır, onun babəsləri sənin cibuva. Mən də bir çay için görünmə var mı? Bir də deyirəm, qoşunun bədə. Sağ ol, yaşayasın. Qurban. İnşallah.
Əzəmi çörək, 15 min bir daşıra. Misli Koroğlu oxuyacam, elə bu kişinin qonaqlarının hamısını sağlayacam. Əzizlərim, bildiyiniz kimi aşığın oxunuşunda üç qüdrət vardır. Bir oxumaqdır, bir danışmaqdır, bir də şeiri ki deyir, onun sizircisini demək lazımdır. Koroğlu ilə Telli xanım qoca vaxtında oturublar bir çəməngahlıqda yeyiblər, içiblər, amma keyfləri sazdır. Bir zaman gördülər, bəli, yolundan bir qoca gedir, qabağında iki öküzü, özümüz kətdiyikdə bilirik. Amma bunun çiynində bir zat var, yarı dəmir, yarı ağaç. Dedi, ay Telli hanım, bu kişini sən də bilirsən, mən də bilirəm, qabağındakı öküzdülər. Amma bunun çiynində bir şey var, yarı dəmir, yarı ağac. Dedi, çağır gəlsin yaxına, sonra kür nəmə nədir? Çağırdı, gəldi yaxına, dedi, əmi o çiynindəki nəmə nədir? O da Koroğlunu tanımadı. Dedi, ay qoca, buna Süzən deyərlər. Keçmişlərdə Türk Qızılbaşın zamanında Süzən tüfəngə deyərdilər. Dedi, o nəmə nədir? Dedi, uzaqdan hər nəməliyə vursan öldürər. Dedi, olan ağlın olsun. 60 ildir qılıncla vururam birinin başına, ölümü uzaqdan vuracaqsan öldürər. Biri vur, gör mənim əlimə. Dedi, əmizən Allah, şərq atanı mənim başımdan soğuk. Dedi, yox, bir dənə vuracaqsın mənim əlimə, görüm onun qüdrəti nəmə nədir? Dedi, qoca, mən eləyə bilmərəm. Dedi, bəs öküzlər o, bir qiymətinə 10 qiymət verirəm. Bunlar birini aşır, görüm, necə aşırırsa? Qoca söyledi. Gördü, bəli. Öküzlərin o zamandır ki, bilirsiniz də, yayın ortasında madeyvan pula getməz. Geçsə də yaxşı satılmaz. Bu Koroğlu öküzün bir qiyməti 10 eylədi. Hə, dizini qatdadı yerə, Qaravula getdi, öküzün birini aşırdı. Dedi, ay Telli xanım, bilirsən nə var? Dedi, amma kişilik zamanı, məhdlik zamanı getdi. Məhd kişiləri kol arasından aşıracaqlar. Koroğlu titrədi, əllərim tor gördü gözüm. Mən mi qocalmışam, ya zamanəmi? Dolaşdı ağzımda söhbətim, sözüm, mən mi qocalmışam, ya zamanəmi? Telli xanım dedi, aşı, zaman elə yerindədir. Həzrət Adəmdən Xatəməcən yerində olub, bundan da belə olacaq. Amma elə sən qocalmışsan. Aşıq görək. O zaman Koroğlu'da pul var deyil. Yox. Haradaydı pul? Koroğlu'nun bax görün mənə. Pul haradaydı? Pulu olmasaydı 70.777 dəlini necə yığmışdı o? Baba söz ya, elə söz. Salın sənin özündən işim var. Gəl görün bura. Nə də belə.
almışam ya zaman Deyir tutular məclisdə mətlərin yası, kar etməz əynində polad libası. Keçmiş cəngilərdə gördüm, polad libas giyərdilər ki, qılıncı qalxan kar eyləməsin. Amma indi o süzənin qabağında olur da davam eləməz. Kar etməz əynində polad libası, gəldi haşa məclis, bir cəyyamın amah dünyası, mən mi qocalmışam ya zaman əmi? Tellə xanım deyə daşı, zaman qutarıb, sözünü tamamla görək nə olur, görək Koroğlu necə bağlayır məziyyət qonaqların sağlığına, bəyin sağlığına, aşıq sevənlərin sağlığına. Bir də ki, mənim qulağıma çətilə dedilər, sabahları ilə traktor oynayacaq, hə? Bozur dedilər. Timi milli dəyəri, traktoru söylənlərin sağlığına. Deyir Koroğluyam, qırat üstə gəzərdim, yağı düşmənlərin bağrın əzərdim, mənəm deyənlərin boynun üzərdim, mən mi qocalmışam, ya zaman əmi. Əmi da, səni çağırın olsa, sən məni ötürə pulu al. Biz bilirik kimi çağırır, elə deyəndə özü gətirib verir. Sizler kimi de? Pulu. Şey güzel söyle bu yollar değil, hasırlar yerin yeri değil. Na bela değilsen ey bela yağlı ağrı. Söyle bu yollar değil,
Anasından yerimi bana veririm, neler veririm, sana veririm, Allah veririm. Əzizlərim, bu şeirlər Aşıq Aydınla Mələk Simanın dastanından istədim bir tikə şirin gedin deyə. Sonra verəcəyəm ustadım Aşıq Məhəmmədə. Aşıq Aydını Urmu mahalına toya dəvət edirlər. Atını minir, keçmişlərdə aşıqlar atla gəzərdi. Dayıdı maşallah peşiyə çıxıb bir 6 saatda, 4 saatda deyirlər. Yol eləyir, axşam vaxtı yetirir, Urmunun yaxınlığında olan bir eşq bulağı vardı. Aydın Urmunun ətrafına getmişdi, amma özünə getməmişdi. Həməşə gələrdi, o eşq bulağının başında əlini, üzünü yuyardı, bir istirahət eləyib yoluna idamə verərdi. Yetirdi, gördü, bənazə, bulağın başında bir gözəl oturub, yemə, içmə, xəttı xalına, gül camalına tamaşa edir. Dedi, bu insan deyil, bəlkə behiştin mələklərindəndir, xəta eləyib, Allah bunu çölə atıbdır. Bu gözəllikdə insan ola bilməz. Amma bu gözələ səlam verdi Aydın, bunun səlamını almadı. Bəlkə şərən kişinin xanıma salam verməyi caizdir. Bəli, İmam Sadıq ağa bir rivayətdə, sizə qurban olun, Əhməd ağa aşağını qalır. Bir rivayətdə vacib edir. Deyir, görürsən bir xanımdır, bir çayda, bir yerdə başı qarışıq, ya libas yür, paltar yür, ancaq bir səlam vermağın iradı yoxdur, ta bilə naməhrəm gəlir. Burada vacib edir. Aydın salam verdi, bu gözəl bunun salamını almadı. Dedi, bu hiss elədi, mən aşığam, sevir ki, mən bunu sazla dindirəm. Bulağın başına əyləşən gözəl, söylə bu yolların hasından gedir. Bilin bu şəhrini hangisindən gedəcək. Nabələt deyilsən, aqılə arif, söylə bu yolların hasından gedir. Genə cümlədir. Səyyad bələsindən qaçan məralsan, hansı bəxt əvərə cahu cəlalsan, yanaqdan laləsən, qaşdan hilalsan, söylə bu yolların hasından gedir. Genə dinmədi. Aşıq Aydın bir gözələ qonaqdır. Bülbül kimi öz gülündə oyaqdır. Sən Allah, qabaq gecə olur, mənzil uzaqdır. Söylə bu yolların hasından gedir. Genə dinmədi. Amma aşığın gərək 70 gözü olsun. 35'i qabaqdan görsün, 35'i dalıdan görsün. Olmasa, ustasın Allah güzəşdə elə, ondan aşıq olmuyordu. Ələskər baba, xəstə qasdı. Tuarqanlı Abbas bunu deyibdi. Amma Aşıq Aydın zirəngi bir aşığıdır, duyan bir aşığıdır. Baxdı, gördü bunun əynində 8 forma libas var. Dedi, ay bala, bu eşq qənarəsidir, çıxıb bulağın başına, bunun hər libasına bir tərif deyəcəm. Amma üstdən nə geyibdir? Ərəb forma geyib. Neyini ya? Bu qızla birinci kəlmədə ərəbi danışacaq. Aşıq sənətində bu var. Aşıq 8 dildə şeiri yazıb, 400 il bundan qabaq. Amma görək necə yazır, biz deyək qonaqları sağlığına, elə aran gözəlləməsidir. Çal. Söylenedir de seni bir daha düşkün, bir daha düşkün, bir daha düşkün. Aynaka
aynaka Rəbbəkə Rəbbək ben kanadım da seni bir danış gör, bir danış gör, bir danış gör. Deyir Ağminanı gördüm, dedim Rəbbəkə Ey kana dildəsən bir danış görüm Əynəkə, əynəkə, Rəbbəkə, Rəbbək Bentə nə dildəsən bir danış görüm Qızdan yenə cavab çıxmadı. İkinci dil Əgər Farsı həsti, Farsı midanəm Soxam begu şəkər beşi zəbanəm Mixahəm bedanə əhli kocayəm Doktor nə dildəsən bir danış görüm Yenə dinmədi, yox dilə gələcəkdir, aşıq onu elə dilə gətirəcək. Bir də gözü sataşdı, gördü bunun başmaqlarına zərziban yinir. Dedi, ay sonka, bu küt balası. Yəqin küt qızısan, qərdəniz elə. O qəm bu səbədi dəbi şükərə, münaxazım hərə edilərə, vərəqi cələdir dəsən bir danış görür. Gələ cavab vermədi, amma bu seyir eylədi. Sələyini kötürdü, geçdi bir daşın üstünə əyləndi. Aydının gözü sataşdı. Gördü bu gözlərin zənəxtarından bir bəla var. Dedi, ay namət, bu Ərməni qızı olacaq. Qoy görün bu. Balabancı Ərməni başarır. Köşürüm bayralı Ey belava çekli kilisaya yazdı bası başkeş Hakikatin desen bir danış görür Cananı, melanı Sevlerimden balam, balam, balam diye O belə həkimlərdə sən bir danış görməy aman aman Deyir Erməni qızısan, astıva-sıvas keş Mən bunu bir yerdə oxuyurdum, elə Tehranda, Əkbərabadda oxuyurdum Dedi aşk mən ölüm Bizə tohunzad eləmişsən, qoy yerini deyim də bunların. Deyir, Erməni qızısan, astıva-sıvas keş, tərtər-i peşikə, astıva-sıvas keş. Uçaklı kilisaya astıva-sıvas keş, həqqi nədir də sən bir danış görüm. Deyir, səni and verirəm, hər kəs sevirsən ona. Səni and verirəm ata-anana, uçaklı kilisaya astıva-sıvas keş. Səni and verirəm o kilisaza, ay qız dilə gəl, bəsdir. Həqqi nədir dəsən bir danış görüm, gördü yox, olmadı. Asura qızısan tələxxə xəzə, nərtə asurdəkə tələxxə xəzə, gəl cühüd qızısan cürül təbirtə nədir dəsən bir danış görüm, gələdim mən. Sağ olasın. Amma görə birisi necə deyil.
sen bir danış görüm. Ey medeyyan olay mecra, bu sağlar kumar gel olmaz agalar. Abele şeyle nedir de sen bir danış görüm. Ay aman aman. 7-ci dildə deyil ki, yəqin taxt qızısan, kino burunkə. Ol sərinkə, dol sərinkə, bugünkə, zəkikin işma, kiziba burunkə. Kinə nə dildəsən, bir danış görüm, amma kinə dilmədi. Dedi, ay Allah, mən başlamışam buna, indi nə vaxtı bu dilləri salıram, bu bir 10 gecəlik dəstandır. O şirin yerindən dedim, bəlkə elə bu Türk balasıdır. Hər kəs bizim bu sazımızı, mədəniyyətimizi, sözümüzü söyür, gözəl bir əl çalsın. Amma ay qardaş, mənə deyə bir təhəssübəl verdi ki, orasın bir atcana zildə oxuyum. Görək aydın necə sonun bağlayır, mən deyim, bəyin sağlığına, qonaqların sağlığına. Sağ ol. Sen bir danış görüm, Gel yəqin Türk kızısan, Türklərin xanı. Otlara salmışsan bu şirin canı. Səni Aşıq Aydının dini imanı. Gözəl nə dildəsən bir danış görüm. Amma qız durdu ayağa, ədəb ərkanına, dedi, Aşıq, yorulmuyorsan. Dedi, sağ ol. Dedi, ay bala, məni 3 saatlı saxlamısan burada. Bu hikmət nəyə gərəkdir? Dedi, Aşıq, ol, səni toya çağırmayıblar. Mənim adım Mələk Sima, naməm gəlib əlinə çatmışdı, səni mən burada meydanıma çağırmışam. Sənlə deyişəcəm. Dedi, mənim gözüm üstə. Orta yolda gedir Hürmü şəhərinə. Onu da tanı oradan gedəcək. Dedi, ay bacı Aşıq arasında bir ənam, bir səlam, bir kəlam olar, bir deyişmək olar, bir bağlaşmaq, sataşmaq olar. Bir də Aşıqda bir vəzifə vardır. 3 hissədən təşkil alır. Bağlayandan sonra vətənindən didərgin eylər. Bağlayandan sonra deyər oxumayacaq. Ya da məclisdə sazın əlindən alır. Bunların hangisini sən eləyəcəksən? Şərtimizi də görüm. Dedi, hə gözəldir, amma heç birinə mən yox. Əhd eləmişəm. Hansı Aşıq məni bağlasa mən gedəcəyim. Dedi, Allah mübarək eləsin. İcazı ver onunla mən deyişim bax. Sən nə dərd ola da, qaca soracağımsa. Mən nə işim var? O zaman da elə qaval... O ki 50 dana qavalcıdan yarım aşıq olmaz. Əvvələn bu sən düz deyilsən. Sən düz deyilsən. 100 dana sizin kimi aşıqları yığırlasanlar bu cızığın içindən bir sətqə çıxadır. Olsun, indi onu da... Hə, ora bura çabalar. Dedi, o aşıq da ki mənim qarşımda olacaq, bağlayacağım inşallah. 6 aşıq da bağlamışam. Onunla bahəm, onların qanına bahis olur, verəcəm boynumuzu. Deyəcək, özününki görünə gözəl, mənamı öldürür. Dedi aşıq, bir də atam, Əhməd Paşadan mənə bir günə baxan bağı yetişibdi, onu da yazdırıb mənim adıma. Hansı aşığa geçsəm onu da verəcəm ona. Dedi, hə, qabaqcan baxçıya baxaq.
Ondan sonra gedək. O dedi bağça, bu dedi ev. Barqaqda deyişaq, bağlasaq, sonra bağça. Amma gələ, burada bir çindivarı ilə görək, nəzur aydın icazı. Sənə qurban olum, ay mələksimə. Bağımda mehmanı dolum olar bir. Onlara sarılsam bu şirin zəmin. Bağımda mehmanı dolum olar bir. Bağımda mehmanı dolum olar bir. Deyir, sənə qurban olum, ay mələk sima, bağında mehmanın olum olar mı? Onlara sarılmışam bu şirin canı, sən Allah bağında mehmanın olum olar mı? Dedi, qabaqcan bağırda. Köylərdə dolanan uldursan, aşklar söhbət sən salsan. Ol söylə görüm kimin insan. Bağında mehmanın olum olar mı? Neyləmiyim bağında mehmanın olum olar mı? Deyir köylərdə dolanan dan ulduzusan, aşıqların söhbətsən, sazısan sən Allah. Doğru söylə görüm kimin qızısan, bağında mehmanın olum olar mı? Usta sən Allah günah güzəşt elə, deyir ki, mənim atam Əhməd Paşa deyib, qız deyir, aşığın çoxunun ağlı olmaz. Doğrudan deyir, aşığın çoxunun ağlı olmaz. Bunu mən özüm də deyirəm. Dedi ola, sənə bir nama yazmışdım. Adım Mələk Sima, urmu məkanım, yolum həqiqətli, paçdır imanım. Atam Əhməd Paşa doğrudur qanım, mərdisən meydana, mərdanə dürgən. Dedi, hə. O naməmin orasında o yazılmışdı. Dedi, bəs sözün sonunu bağlayım.